اليوم Ey özünü tüm dünyanın padişahı bilen, özünü tüm memleketlerin sahibi bilen, sanki tüm memleketler, bu torpaklar sana məxsusdur. Özünü semada pervaz eden ejdaha bilen, bendeleri ise qarışqa bilen. Elə bu səbəbdən də Müharibə Nazirliyi yaratmısan. Sənin yarattığın budur. Sülh yox, müharibə yaratıcısı. Bax bu səbəbdən elə sənə ödül düşür. Sülhü yarattığına yox, müharibə yarattığına görə. Sən özünü səmada pərvaz edən ejdaha bilirsən. Elə bu səbəbdən də deyəsən elə əsl ejdahalarla savaş edəcəksən. Görürsən, sən savaşa bilmirsən, özünü ejdaha bilən. Savaşanlar sənin bildiyin qarışqalardır. Bu dünyanı müharibelerden xilas eden qarışqalar, diktator və avtoritar vəziyyətdən danışanlar. Məni diqqətlə dinləyin. Məyər bugün baş verənləri görmürsünüzmü? Məyər tüm dünyada hər kəs mi başsız atlıdır? Əlbəttə ki, yox. Sadəcə qorxu, bəli, qorxu. Qorxu dünyada ən böyük, ən dəhşətli xəstəlikdir. Demək olar ki, müalicəsi də yoxdur. Eğer özünü idarə edə bilmirsənsə, məyər olanları görmürsünüzmü? Məyər Amerikanın başında duranların etdiklərini görmürsünüzmü? Məyər bilmirsinizmi? Hər hansı bir müharibəni, hər hansı bir vəclə, hər bir fəndlə bitirmək olar. Ya da ki, dondurmaq, yarı-yarımçıq qoymaq. Şahmat lövhəsində olduğu kimi dayandırmaq. Və dayandırılmaqdan sonra sövdələşməyə getmək. Axı bu qanlı oyundur. Bəli. Min bir fənd olduğu halda düşünüb daşınan başlara bax. Bəli. Silah, sursat satışı yaxud tədarükə müharibəni dayandırmaq demək deyil. Əksinə, genişləndirmək. Tüm dünyanı qanına qəltan etmək deməkdir. Buna görə isə ödül düşmür.
Bəli, özünü padişah bilən, müharibələri dayandır. Bunun axırı yaxşı olmaz. Tüm dünyanı avtoritar, diktator vəziyyətinə gətirən sən olduğun halda başqa məmləkətlərlə nə işin var? Hər bir məmləkətin öz qanunu qaydası var. Yaşam tərzi var, adət-ənənəsi. Qanunu, qaydası var. Diktatorluqdan, avtoritarlıqdan danışan, özü bu vəziyyəti tüm dünyaya qoyur. Bəli, tüm dünyanı koloniya vəziyyətinə gətirmək və idarə etmək. Bəli, hər bir məmləkət çalışıb vuruşacaq ki, sənin Amerikan pullu, paralı, varlı, dövlətli, hallıca, dollaca olsun. Keçəl suya getməz. Yəqin ki, mənim dediklərimi dərk edənlər olar. Tüm dünyanın məmləkətlərinin ağası olmaq istəyən hər bir kəs ağıllı və müdrik olmalıdır. Siyasətini sülh ilə yürütməlidir. Sülh olarsa, silah-sursatların səsi kəsilərsə, ancaq qida, yəni naz-nemətlərlə, sərvətlərlə bazal olarsa, tüm dünya buna sevinər. Sevinər ki, nə yaxşı, sülh içində yaşayacağıq. Sərhədlər hər bir məmləkətə açıqdır. İstər hava, dəniz, quru yolları. Hər bir bəndə istədiyi məmləkətə arzu etdiyi vaxt gedə bilir. Amma bu belədirmi? Axı, bugünkü vəziyyətə bugünü gətirən sizsiniz. Tüm dünya məmləkətləri bir-birlərindən qorxurlar. Şəxsiyyəti bilinməyən bəndələr, oğrular, quldurlar, canilər, cinayətkarlar, dələduzlar, vələduzlar, daha nə qədər duzlar, ulduzlar. Bu belə deyilmi? Əlbəttə ki, bu belədir. Hər bir dərdə dərman var. Hər bir xəstəliyə. Bircə qorxudan başqa. Çünki xəstələnəndə sənə əlac verən, sənə dərman verən loğman olar, həkim olar. Amma bədənində qorxu olarsa, bax bu qorxunu həkim müalicə edə bilməz. Bu qorxuyla sən özün savaşmalısan. Ona qalib gəlməlisən ki, qorxaq yox, qorxmaz olasan. Müdrik dövlət başçısı dəstə yığmaz. O qədər müdrik olar ki, onun ətrafına toplanarlar. Bəli, belə bazar mı olar? Nefti filan ölkədən alma, məndən al. Filan silah sursatı
filan bazardan alma, mənim bazarımdan al. Bu, daha doğrusu, çocuk söhbətinə bənzəyir. Sənə bir şokolad versəm, mənimlə oynayarsan. Yaxud sənə bir peçenya verim, oyuncağını mənə verərsən. Və sair və ilaxır. Dövlət başında müdrik olar. Çocuk yox. Ağsaqqal, aqil və arif. Bəli. Bu dəhşətdir ki, Avropa ölkələri sanki çocukdular. Onların hərəkətinə bax. Silah sursatlarına nəyə xərcləyirlər? Məyər onların daxilində öz millətləri üsyan etmirmi? Ey dövlət başçısı, bax o silah sursatların qiyməti milyardlardır. Niyə bu milyardları öz daxilində olan millətə xərcləmirsən? Hər hansı bir müharibəyə giriş etmisən? Varmı? Belə ölkələrdə bəndələr səsini çıxarsınlar. Bəlkə bu minvalla müharibələrə son qoyular. Hər kəs öz daxili vəziyyətini tənzimləməlidir. Öz millətinə yedirməlidir pulunu. Başqa ölkələrə yox. Belə gedərsə, demək, illər uzun müharibə davamlı olacaq. Bu beləmi olmalıdır? Ey dövlət başçıları, ey Avropa Birliyi, NATO Birliyi, beləmi olmalıdır? Sizin daxilinizdə heç bir problem yoxdurmu? Millətimiz acından ölmürmü? Yaxşıdırmı vəziyyətləri? Sabitdirmi? Rahat yata bilirlərmi? Axı, hər gün onlar haykırırlar. Hər hansı bir problemlərdən danışırlar. Amma yəqin ki, düşünüb daşınmırlar ki, onların dövlət başçısı milyardları başqa bir ölkənin müharibəsinə xərcləyir. Öz hərbi hissəsi lütdür. Lüm-lüt. Çılım-çılpaq. Bu dəhşətdir. Çox böyük dəhşətdir. Mənə çox maraqlıdır. Nədən bu belədir? Nədən düşünüb daşınmırlar? Bu müharibə dayanmalıdır. Sözlərini deyə bilmirlər. Bax, qorxu budur. Amerikaya necə buyursun ki, mən silah sursat vermirəm. Mənim millətim qırılır, acından ölür. Mən silah sursat vermirəm. Mən sülhü dəstəkləyirəm. Nədən hər biriniz silah sursat tədarük edirsiniz? Nədən bəyan etmirsiniz ki, müharibəni dayandırmaq lazımdır? Hər bir vəclə. Bəli, əks tərəfə, yəni dəstəklədiyiniz tərəfə silah sursatları verməyin. Müharibə dayansın. Nə ilə savaşacaq? Axı, sizsiniz müharibə edən. Sadəcə Ukrayna meydançadır. Amma bu meydançanın nə böyük xəstəlikləri tüğyan edəcək. Hər kəs elə bu məmləkətə qapısını bağlayacaq.
Siz elə bilirsiniz ki, yerdə çürüyen meyitlərin virusları tüm dünyanı basmayacak mı? Kurtarın bu müharibələri. El saxlayın. Olmaz. Her bir ülkenin daxilində problemləri nə qədərdir? Çatışmayan cəhətlər. Yəni ki, bəzi bərpa olunmayan vəziyyətlər mövcuddur. Və bunu yoluna getirmək lazımdır. Nədən? İnsanların xoş hürrəm yaşamaları üçün. Siz bugün bir müharibəyə silah sursat verməklə bunu dəstək bilirsiniz. Bu dəstək deyil. Bu sizin müharibənizdir. Elə isə üzünüzü öz millətinizə tutaraq həqqi söyləyin ki, biz Ukraynaya dəstək deyilik. Biz Rusiya ilə savaşırıq. Odur ki, sərhəddinizə biriniz hörümçək tora, digəriniz isə arı pətəyi yığmısınız. Sanki bu həşəratlar sizə kömək edəcək. Sərhəddinizi möhkəm bərkidəcək. Yaxşı düşünün, daşının ki, sizin etdikləriniz özünüzə sərbə olacaq. Yuxarıda qeyd etdim. Hər bir ölkə öz daxilinə diqqət etməlidir. İstər Avropa Birliyi, istər NATO Birliyi bilməlidir ki, onlar sanki Amerikanın koloniyalarıdır. Yine de tekrar edirəm, mən ötən illər bu barədə danışmışam. Təsəvvür edək ki, bu NATO birliyinə tüm dünya ülkələrini yığdıq. Silah sursatlarıyla bir beraber. Kiminlə savaşacağıq? Kiminlə? Yad planetlərlə? Yoxsa olum ya ölüm? Daş dövrünə qayıdacağıq. Dinozavrlar, əjdahalar. Bu halda hər kəs bir nəfər üçün, bir nəfər hər kəs üçün. Hücuma keçin əjdahalara, yaxud da ki, yad planetlərə. Bu birlik nədən ötürüdür? Nəyə lazımdır bu hərbi birlik? Başqa yaranan hərbi birliklərə üsyan etmək üçün. Nədən bugün hər kəs atom bombasından danışır? Çünki atom bombasını siz əlinizdə bayraq edərək hər kəsi qorxudursunuz. Yerli yeksan edərəm. Səsini çıxarma, sözünü demə. Nədən? Gizli olan atom bombalarını gizlədən dövlətləri
aşkar etmeden başka bir dövlətlərə hücuma keçirsiniz? Neden? Qeydiyyatda 1-5-15 dövlət mevcuddur. Amma nə qədər gizlilər var. Götürək məsələn Netanyahunu və onun atom bombasını, nüvə başlıqlarını, laboratoriyalarını. Neden alimlər bu məmləkətə buyurmurlar? Necə buyursunlar? Axı Amerika imkan vermir. Amerika İsraildir, İsrail Amerika. Amerikanın nüvəsi İsrailin nüvəsidir. İsrailin nüvəsi Amerikanın. Odur ki, xoruzlanır. Bəli, kim cürət edər? Qeydiyyata alsın onun nüvə başlıqlarını, atom bombalarını. Elə özünü də. Onun Amerika'daki çıxışı baş tuttu. Onu alqışladılar da. Nə olsun ki, bəzi tərəf fitə bastı, yaxud tərk etdi. Amma dinləyənlər oldu, alqışlayanlar da oldu, əl çalanlar. Çəpi çalanlar da oldu, alqışlayanlar da. Alqışlayanlar nəyini alqışlayırdı? Axı bu çıxışı başqa birisi etsəydi, onu dar ağacından asardılar. Nədən o sağ-salamatdır? Nədən? Nədən ona güldən ağır söz deyilmir? Nədən deyir ki, Amerika müharibəni davamlı et? Bəli, sövdələşməyə bir bax. Nə yaxşı. Bax budur. Bax bunu düşünün daşının. Bunu düşünün daşının. Ey koloniya şəklində yaşamaq istəyənlər. Amerikada bunu istəyir də. Bəli, koloniya şəklində qazanırsan, yarısı sənin, yarısı mənim. Bax budur. Netanyahunu dinlədilər. Çəpik çalanlara qoyaq kənara. Alqışlayanlar nə qədər oldu? Sual verin onlara. Nədən alqışlayırdılar ona? Nədən? Baxın, 7 oktyabrda baş verən İsrail faciəsinə. Bu faciəni də lentə alanlar olub, göstərənlər də olub. Bu barədə mən danışmışam. Bəli, indi qeyd etmək istəmirəm. Bu necə baş verib? Yaxşı, olsun ki 1-5-15, olsun 100-115, bəndən məhv oldu. Sən də vurdun, yıxdın, öldürdün. Nədən geri çəkilmədin? Çünki sənin, yəni ki, bu müharibə fəndini başlamaq üçün bir hiylə idi. Başladın. Nə başladın? Əlbəttə ki, buna belə də etməliydin ki, müharibə başlasın. Müharibə edəsən. Bəli, nədən? Ərazi. Nöqtə. Gəlin keçək Paşinyanın çıxışına. Bizim dövlət başçısının çıxışına əleyhinə danışdı. Nədən bizim dövlət başçımız öz torpağımızdan, işğalından, viranlığından danışıb? Bəs sən nədən nümunə olmadın Ukraynaya və Netanyahuya? Ağ bayrağından niyə danışmadın? Nöqtə. İndi yozun mənim əzizlərəm. Bəli. Hər bir dövlət
öz daxilində baş verənlərə ilk öncə diqqət etməlidir. Nəzərdən keçirməlidir ki, nədən vəziyyət belədir? Necə etmək olar ki, bu vəziyyəti tənzimləyək? Avropa Birliyi dəstəkləyir Ukraynanı. Amma bu belə olmayacaq mənim əzizlərim. Onlar o qədər böyük zərbə alacaqlar. Həm sərvətlərdən olacaqlar, həm nemətlərdən. Bəli. Bu axı Amerikanın bazarıdır. Bəli. Görmürsünüzmü? Türkiyəyə necə bazar göstərir? Bəli. Və digər ölkələrə. Mən Türkiyəni məsəl gətirdim, mənim əzizlərim. Sanki bir uşaqla dalaşdıqda başqa bir dostuma deyər ki, mən onunla dalaşmışam, sən də onunla danışma, ya oyuncağını ona vermə. Sanki belə, nefti ondan alma, məndən al. Sanki təcrid vəziyyətinə gətirmək istəyirlər Rusiyanı. Olsun, İran da təcrid olunmuş dövlətdir. Şimali Koreyada. Hər nə daxillərində, maşallah olsun, nə qədər yaşayanlar var, alışanlar var. Bəli, öz ətbəyəm, öz suyum. Məyər, kasıbmı dövlətdir Rusiya? Əlbəttə ki, yox. Deyərdim ki, dünyada ən varlı dövlətdir. Çünki onun Mendeleyev cədvəli var. Bəli. Qaldı ki, Ukraynaya. Ukraynada nə qədər viruslar tüğyan edəcək. Bugün Ukraynaya can deyənlər qapılarını qapatıp vay vay diyecekler. Çürümüş meyidlər, müxtəlif həşəratlar, susuzluq, kanalizasiya xətlərinin çirkab suları və qurdlamış meyidlər. Sanki vəba xəstəliyi. Nədən müharibə dayanmır? Nədən ey Paşinyan ağ bayrağından danışmadın, nümunə olmadın? Nədən? Nədən demədin ki, ağ bayraq var axı müharibə qanun qaydalarında. Söhbət torpaqdan getmir axı. Bilirsinizmi mənim əzizlərim? Elə bir müharibələr olub ki, sülh bağlanıb, daha sonra torpaqlar dostluq naminə geri qaytarılıb. Sadəcə bu müharibə deyil, oyundur. Yenə də təkrar edirəm. Putin çox ağıllı müdrikdir və tədbirli bəndədir. Heç Avropa Birliyi və NATO birliyində olan ölkələr bilirlərmi tədbir sözünün hərfi mənası nədir? Bilmirlər. Onu ələ salır Donald Trump. Sanki doluyur. Halbuki özünü dost bildiyi Netanyahu dəhşətli şəkildə doluyur. Üzünü çevirən kimi gündəmə
balaca qız çocukları gəlir. Aydındırmı mən nə demək istəyirəm mənim əzizlərim? Bilirsinizmi nələr var? Bu dəhşətdir. Bizim daxilimizdə olan tarazlıq pozulur. Nədən? Özbaşına artımlar, nəzarət yoxdur. Kimi vəzifəsindən işindən asılı olaraq hansısa bir ildə, ayda pensiyaya çıxır. Yəni ki, pensiya vaxtından öncə. Mənə elə gəlir ki, bu belə olmamalıdır. Pensiya vaxtını tənzimləmək lazımdır. Elə etmək lazımdır ki, hər kəs eyni vaxtda pensiyaya çıxsın. Bunun əvəzinə başqa bir şeylər ola bilər. Başqa bir yollar. Bəli. Maaşlar qalxmadığı halda mal və məhsulların qiyməti artır. Arabaların, işıq, qaz, su, bunların hər biri bir zərbədir bəndələr üçün. Məyər aydın deyilmi? Bir bəndə pensiya almırsa, ümumiyyətlə, kasıb bir bəndədir. Qazandığı bir yer də yoxdur. O nə ilə dolanmalıdır? Nə yeməlidir? Bax, aydın oldu mu? Nədən pensiyadan danışdım? Pensiyaları hər kəs eyni bir vaxtda almalıdır. Bu filan idarədə işləyib, bu filan yerdə işləyib, yox. Bax belə, bəndələrə sosial yardım kimi yardım verilməlidir. Bax, məscidlərimiz var. Məyər bu məscidlərə xeyriyyəçilik edənlər yoxdurmu? Hər bir rayonda məscid var. Elə deyilmi? Belə bir bəndələri hesaba almalıdırlar, qeydiyyata götürməlidirlər. Onlara yardım etməlidirlər ki, onlar ağlamasınlar, ac qalmasınlar. Bu belə olmalıdır. Pensiyada ayrı seçkilik baş verərsə, işindən asılı olaraq biri bir il qabaq, biri 2 il qabaq pensiyasını alarsa, bu vaxt əlbəttə ki, qarışıqlıq baş verər, söz-söhbətlər olar. Hər kəs eyni vaxtda pensiyasını alsın. Hansı yaşda almalıdır? O vaxt. Amma əl tutmaq əlidən qalıb. Bax, sosial yardımlar olsun. Kasıblara. Axı, hər kəs öz burnunun ucunda olanı görür. Nədən kömək etməsin? Nəqət lazım olan yerlərə istiqamətləndirməsin? Bəli, biz bugün danışırıq. Amma gələn Sovetlər dönəminə qaydaq bir anlıq. Bizim rayonlarımız, ucqar kəndlərimizdə yaşayanlar olub. Gileylənənlər olmayıb. Hər biri həyətində
Hər neysə əkib, becərib, yeyib. Hətta rayonlardan, kəndlərdən bir arabayla düşənlər olanda hər bir kəsin onların gətirdiyi kisələrdə gözü olardı ki, görəsən nə gətirib, toyuq, cücə, ərzaqlar, əkdiyi mal məhsullar. Bəli, bir inək kəsərdi, bir toyuq kəsərdi. Bəli, meyvəsindən, tərəvəsindən yığıb gətirərdi. Şəhər əhli onları belə görərdi. Bəs bugün niyə onlar ağlayırlar? Məyər o torpaq deyilmi? Axı bugün bəzi kəndlər daha da müasirləşib. Şəraitləri, güzəranları biraz da yaxşılaşıb. Nədən? Hər kəs o gözəl, füsunkar, təbiəti göz oxşayan mənzərəli bir yerləri qoyub şəhərə gəlir. Nədən? Baxın, şəhərlərə gəlir dedim, kim yadıma düşdü? Bazardan danışdım. Elon Musk. O da evsiz eşiklər olmayan bəndələrə gözə nəzərə alıb bir maşın ev icad edib. Hər bir tədarükü ilə bir bərabər. Daxilində hər şey var. Əməlli başlı evcik bir ailə üçün nəzərdə tutulub. Təsəvvür edin, o ağıllıdır, müdrikdir, başarılıdır. Düzdür, bəlkə də o pul paradan ötürü yox. Bəndələri nəzərə alaraq belə bir araba, evcik icad edib. Bu, digər arabalardan fərqlidir, mənim əzizlərim. Bu müasir, sadəcə sanki kosmos bir evdir. Bəli, daxilində hər şey var. Sanki planet adamısan. Gir yaşa. Hər şey düymə ilə idarə olunur. Bir evcik. Təsəvvür edin, hər kəs bu evi alarsa, nə baş verə bilər? Bax, bu barədə Elon Musk düşünüb daşınmayıb. Buradan o pul da, para da qazana bilər. Kasıblara əl tutduğu halda qazandıqları da ola bilər. Sadəcə o belə düşünüb daşınır ki, bu yardımdır evsiz eşiksizlərə. Amma təsəvvür edin, bir bina 100 mərtəbəli, yaxud 80, ya ondan az, ya çox, fərqi yoxdur. Balaca bir ərazini tutur, elə deyilmi? Bu hündür bina balaca bir ərazini tutur. Amma elə bir evlər olarsa, nə qədər ərazilər zəbt olunar. Demək olar ki, evi olan da çalışacaq ki, bu evciyi əldə etsin. Çünki füsunkardır, əladır. Və şəhər, kəndlər, hətta hər yer, dağın başında da belə yaşaya bilərsən. Bu nəyə gətirib çıxarar? Bu sadəcə daxili müharibəyə. Aydındırmı mən nə demək istəyirəm, mənim əzizlərim?
Bizim məmləkətdə də bu axı belədir. Ya rayonlara, kəndləri, şəhərləri boşaldıb, paytaxtdakı hündür binalara yığırlar. Ya da ki, balaca evlər, fərdi evlər tikirlər. Kim harada gəldi? Bu özbaşınalıqdır. Və hündür binalar, bir-birinə sıx metro stansiyaları. Bilirsinizmi mənim əzizlərəm? Yerdə də çatlar əmələ gələ bilər. O gözə görünməz. Bəli, bir də görürsən ki, yer aralandı və bina bütöv şəkildə düşdü. Bu yerin altına üstü örtüldü. Bu barədə düşünüb daşınanlar varmı? Bəli. Məsələn, asfalt yolları götürək. Üstü hamarlanıb. Amma altında çatlar var. Onu sadəcə çat bilirlər. Amma bilmirlər ki, yerin zəlzələdən əmələ gətirdiyi çatdır. Üstü hamarlanıb. Belə bir şeylər var. Bəli, balaca bir çat da ola bilər. Çünki adi götürək bir qarpızı kəsmək istəyirik. Nazik üzərində bıçağın izini görürük. Amma biraz da aşağı fırlatdıkça bıçağı çatlayır, aralanır. Bugünkü tikilən qarpız binalar kimi yoxlanılmadan torpaqlar kim harada gəldi ev tikir. Nədən binaların arasında tikirlər? Bilirlər ki, ora o qədər də qorxulu deyil. Amma qorxulusu budur ki, binalar bir-birlərinə yapışıq olduqda, hər hansı bir faciə, fəlakət baş verdikdə bu dəhşət olar. Mən bu barədə çox danışmışam, mənim əzizlərəm. Bəli, çox danışmışam. Yenə də mən istəyərdim müxbirlərə, jurnalistlərə nəyi qeyd edim? Əgər müharibələr haqqında danışmaq istəyirsinizsə, bu danışıq olmamalıdır, söz-söhbət olmamalıdır. Müharibənin mövzusu başqa bir mövzudur. Bunu hərbi ekspertlər, hərbiçilər, hərbi siyasətçilər, şərhçilər daha gözəl bilər. Müharibə haqqında danışdıqda, yəni ki, müharibə necə olur? İki tərəf vuruşur, öyle deyilmi? Müharibədə mövzu təhlil olunur. Təhlil. Təhlil sözünün hərfi mənasını bilirsinizmi? Mənim əzizlərəm. Mənim heç bir müxbirlə, jurnalistlə işim yoxdur. Alqışlayıram. Gözəl qələm əhlinə, yazarları, müxbirləri, jurnalistləri, ümumi qələm əhlinə. Bəli. Hər hansı bir dövlətdən
bizim məmləkətin adına xələl gələn bir söz söhbət olarsa, bunu adi, yəni ki, bir tərzdə izah etmək olar. İzahı kimə edirsən? Hardan sənə zərbə deyib bax ora? Mədəni şəkildə. Siz onlara bənzəməyin. Sadəcə hər bir dövlətdə dövlət başçısı bir qanun, yəni ki, ərsəyə gətirməlidir ki, dövlətinə xələl gəlməsin. Belə bir söz söhbətlər yığışdırılsın. Bəli. Başqa bir dövlət, başqa bir dövlətin qırmızı xəttinə ziyan gətirən bir söz söhbətləri ərsəyə gətirməsin. Bu, istər dövlətlər arasında ya daxili münaqişəyə gətirib çıxarar. İzah etmək üçün nə qədər fəndlər var. Baxır, hansı tərəfdən zərbə gəlib, hansı söz deyilib, millətinə aiddirmi, adət-ənənəmi, müharibələrəmi, qırmızı xəttinəmi? Məsəl gətirək qırmızı xəttinə aiddirsə, sən də mədəni şəkildə tarixindən danışmalısan. Tarixini yaxşı bilsin. Bu belə olmalıdır. Millətinə sataşırsa, millətinə aid məsəl çək. Atalar sözlərindən bir-iki desən kifayətdir. Və sair və ilaxır. Söz güləşdirmək. Bu yaxşı deyil. Elə məqamlar olur ki, elə müxbirin özünün də susmağa cavab olur. Aydındırmı mən nə demək istəyirəm? Mənim əzizlərim. Donald Trump tüm dünya məmləkətlərini öz torpağı bilir. Sanki hər yerdə öz bazalarını yaratmaq istəyir. Bəli, bilirsinizmi gözündən, nəzərindən indi hansı dövlətlər keçir? Daha yaxın olsun İran. Bəli, əsas başda İrandır Rusiyadan sonra. Rusiya artıq abidlə üzbəüzdür, gözbəgöz. Mən ötən dəfə bu barədə danışdım. Qalır İran, İraq, Əfqanistan. Bəli, bu üç ölkə İran, İraq, Əfqanistan. Bunlara qarşı hansı fəndi işlədəcək? Onu deyə bilmərəm. Bircə onu bilirəm ki, belə bir fikri var. İran, İraq, Əfqanistan. Sadəcə Amerikanın arzuları. Bu barədə danışmışam. Böyük danışır Paşinyan. Bizə o buyura bilməz ki, biz yolumuzu Trump yolu kimi adlandıraq. Onun bizim daxili işimizə qarışmağa haqqı yoxdur. Biz hansı yolumuzu necə adlandıracağıq? Bu bizim
məsələmizdir. Bəli. Bilirsinizmi mənim əzizlərəm? O qədər dəhşətli bir şeylər var. Mən çox danışmışam. Nəyi qeyd etmək istəyərdim? Qeyd etmək istəyərdim ki, danışmaq istədiyim amma danışa bilmədiklərim var. Çünki onlar dəhşətlidir. Onları deyə bilmərəm. Deyə bilmərəm onları. Əsas daxili ailədir. Ailə bütöv olduqda, bir olduqda, mehriban olduqda hər şey əla olar. Daxili aləmi qarışdıranlar var. İnsanları ağlatmayın. Daxildə olan bazarı tənzimləyin. Hər şey qaydasında olsun. Kasıblara el tutun. Bəs Allahın evidir deyirsiniz məscid. Bu Allahın evində nədən hesab kitabınız yoxdur? Axı bu məscidə gələn nəzir niyaz tək pul para deyil. Qızıl zinət əşyaları gətirənlər də var, xalxalça gətirənlər. Hər hansı bir əşyasını ərmağan edənlər var, mövcuddur. Deməyin ki, bunlar sizin məscidin təmirinə gedir ya da ki maaşınızdır. Hər nə qədər olsa belə, əgər sizin aləminizdə bu kiçik bir rəqəmdirsə, yenə də siz bunu etməlisiniz Allah eşqinə. Nədən? Allahın evidir bu səbəbdən. O zaman elə bu məscidi doğrudan da müqəddəs bilənlər olar. Bilirsinizmi niyə? Sizin el tutmağınızdan. Bəli, mən hər dəfə bunu qeyd edirəm. Məsciddə tək ihsan verilmir. Kasıblara da çörək, çay verilir. Bunu bilin. Mən ötən dəfə də bunu qeyd etmişdim. Baxın Hindistanda bütpərəstlərə. Onlar məbədlərində nə qədər kasıblara el tuturlar. Pul para paylayırlar. Onlar ac qalmasınlar, acılarından ölməsinlər. Axı siz bütpərəst deyilsiniz. Siz Allahı tanıyırsınız. Elə isə belə edin. Mənim qeyd etdiyim kimi el tutun. Biraz məscid el tutsa, biraz sosial yardım, biraz qonşu qara kömək etsə, məyər ağlayanlar olarmı? Əlbəttə ki, olmaz. Bu işlə məşğul olanlar gözdən nəzərdən keçirməlidirlər. Nizam, intizam, səliqəsi əman olmalıdır bizim məmləkətimizdə. Müharibə dayandırmayanlar da bilsin ki, istər Qəzza bölgəsində axıdılan qanlar, istər Ukraynada tökülən qanlar
onların meğer əsgərlərinin meyidləri daşqalaq altında çürümürmü? Elə Rusiyanın özündə. Meğer düşünüp daşınmır ki, bu Avrupa Birliği, Amerika, NATO, bu çürüyen meyitler qurdlayarsa ne kadar ziyanlar getirir tüm aleme, xəstəliklər, viruslar. Bunu bilin. Bilin. Sizi Avrupa Birliği, NATO Birliği, Amerika parmağına dolayıp, ey koloniya dövlətlər, mən sizə hər zaman belə baxmışam. Çünkü sözünüzü deyə bilmirsiniz. Müharibəni İstemeyen dövlət silah sursat tədarük etməz. Amerika size satır. Siz sərmağan edirsiniz. Milyardları öz torpağında yaşayan, öz millətinə yedirməyən bədbəxtlər. Ne deyəsən mənim əzlərəm onlara? Müharibələri dayandırmaq üçün fəndlər olduğu halda nələr düşünüb daşınırlar? Əlbəttə ki, Qəzza bölgəsində müharibə onu bir anda Donald Trump dayandıra bilər. Çünkü onun öz fəndi var. Gördünüz mü? Baxın, İbrahim sazişi nədən ötürüdür? O əraziləri zəbt etmək üçün. Bəli. Qəzza bölgəsi. Baxın, nə deyir? Deyir ki, razıyım ki, Ərəb ölkələri zamin dursun. Zamin durmaq nə deməkdir mənim əzlərim? Zamin heç kim deməkdir. Hadi, get bir mağazadan, bir yerdən kreditə hər hansı bir əşyanı götür. Kiminsə qolmun əqrəblərindən birinin nömrəsini ver. Mənə zamin duracaq. Və selami. Bu bir məsəldir. Dövlət olmalıdır. Fələstin dövləti yoxdursa, neden bu savaş dayanır? Ondan ötürü ki, bu ərazilər Amerikanın əlinin altında Netanyahu'ya, İsrail'e şamil olunsun. Bala bala, xırda xırda. Əhsən. Dəstəkləyənlərə məyər bilmirlərmi zamin nə deməkdir? Elə yaxşı eləyir Elon Musk süni intellekti, yəni ki süni zəkanı, dərrakəni biraz da genişləndirir. Birazdan elə o evciklərdə yaşayacaqsınız. Bir düyməni basmaqla elə kosmosa da uçacaksınız. Elə o evcikdə. O yaxşılıq etmək istəyir Elon. Amma bu yaxşılığın bir tərəfi müharibədir. Bunu xırdalayın. Bu belədir. Bəli. Təsəvvür edən bir alim yanğını söndürmək üçün hər nələrsə icad edib. Ona imkan verməz başqa bir alim.
onu məhvə gətirər. Çünki onun icadı yerlə yeksan olar. Bəli, arabalar, uçaqlardan tökülən sular, yanğını söndürmək üçün su şırnıqları, bunların hər biri gedəcək yerin 7-ci qatına. Bax, bu səbəbdən də bu belədir. Bir alim bir dərman icad edir. Onun satışını ləğv edirlər ki, olmaz. İnsanlar müalicə almalıdırlar, sağalmamalıdırlar. Bəli. Amma mənim əzizlərəm, yuxarıda qorxudan danışdım. İnsan özünü sağaldır, bunu bilin. Sənə bir həkim deyir ki, səndə filan xəstəlik var. Əgər bunu özündə, həqiqətən də hiss etmirsənsə, demək səndə o xəstəlik yoxdur. Sadəcə beynində bu xəstəliyi məhvə gətirməlisən. Zehnində məndə bir xəstəlik yoxdur, ola da bilməz. Həkim yalan dedi, mən sağlamam və beləliklə sağalacaqsan. Vallahi billahi bu belədir. Bəli, nə qədər olub xərçəng xəstəliklərinə düçar olanlar sağalıblar və elələri də olub ki, onlara deyiblər ki, siz xərçəng xəstəliyinə düçar olmusunuz. O inanmayıb. Bir neçə xəstəxanaya baş vurub, bəlkə də xarici ölkələrə də baş verib, gedib. Orada da ona deyiblər ki, sən xəstəsən. Eyni diaqnoz, eyni tarif. Amma o yenə də öz-özlüyündə fikirləşib ki, məndə yoxdur. Daha sonra öz vilayətinə qayıdıb. Yenidən baxıblar həkimlər, müayinə ediblər və görüblər ki, onda xərçəng xəstəliyi yoxdur. Fikirləşib ki, o müalicəsini alıb. Amma o özünü xilas edib. Öz əqli şuuruyla, öz ruhuyla ruhunu xəstə bilməyib. Amma üzülənlər də olur axı. Həmən bu xəbəri eşidib tir-tab olanlar, gəbirənlər də. Və digərləri. Ona öz xəstəliyindən hesabat verənlər daha da yüklənib. Bəli, iki xəstə bir-birinə öz xəstəliyindən bəyan edərsə, nə baş verər? Ağrı, acı, daha da zərbə, sonda ölüm. Adi götürək hər hansı bir qidanın, heyvanın, bitkinin zəhərini. Olsun zəhər. Bu zəhər də hər bir orqanda, insan orqanizmində bir cür təsirini göstərir. Zəhərlənib sağalanlar da olur. Yeni qurtulanlar, ölənlər də olur. Və bir də bu zəhərlə yaşayanlar da olur. Deyirsiniz ki, necə? Çünki onun öz qanında belə zəhər mövcuddur. Bilirdinizmi, mənim əzizlərim? Sanki
zehirli qan və o bu zəhər aludə olur. Bilirsiniz necə? Müalicə ilə yox. Hər hansı bir zəhərdən qurtula bilir. Demək belə. Bu dünyada zəhərli bəndələr də var. Onlar sanki elə zəhərlidirlər. Baxın, zəhərdən müalicə alıb qurtulanlar, ölənlər və sanki zəhərli bəndələr. İnsan orqanları eynidir. Amma fəaliyyəti müxtəlifdir. Bu barədə də az danışmamışam mənim əzizlərim.